Biz əslində qidanı günahlandırmalı deyilik. Həyat tərzimizi, yediyimiz qidaların ümumi porsiyasını və onların emal yolları haqqında düşünməliyik daha çox. Yəni qidaları günahlandırmaq nə elmi, nə praktiki baxımdan doğru bir yanaşma deyildir. Bir radyo aparıcısının sosial medyadakı paylaşımını gördüm. Niyə fransızlar kruvasan yeyir, baget istifadə edir, İtalyanlar pasta və pizzalar istehlak edir, Çinlilərin əsas rasionu düyüdür. Amma bizim əsas rasionumuzda çörəyin və ya xəmir məmulatlarının çıxarılması tövsiyə olunur. Sizcə burada bir qəribəlik yoxdurmu deyə bir sual verdi. Bu sual mənə Mavi Bölgələr adlı sənədli filmi xatırlatdı. Bu filmdə dünyanın çox fərqli bölgələrində uzun ömürlü insanların həyat sirlərini öyrənməyə çalışırdılar və əlbəttə ki, həyatımızın demək olar ki, ayrılmaz hissəsi olan qidalanmaları da nəzərdən keçirilib və qidalanmalarını hər bölgədə çox fərqli olmağına baxmayaraq, ortaq cəhət olaraq bir faktor var idi ki, nə istehlak etsələr də, istehlakın yanında mütləq antioksidanlarla zəngin qidalar var idi. Burada omega-3 yağları, çoxlu faydalı tərəvəzlər və meyvələr daxil idi və əsas məqsəd də qidalanmada həyatda qalmaq, faydalı yemək, enerji qəbul etmək idi. Yəni bu insanlar şəkərli və emal olmuş qidalardan uzaq idilər. Bəlkə də bu bizə bunu düşündürə bilər ki, biz əslində qidanı günahlandırmalı deyilik. Həyat tərzimizi, yediyimiz qidaların ümumi porsiyasını və onların emal yolları haqqında düşünməliyik daha çox. Yəni qidaları günahlandırmaq nə elmi, nə praktiki baxımdan doğru bir yanaşma deyildir. Eyni zamanda biz bizim mədəniyyətimizə, irsimizə baxdığımızda türk folklorunda da çörəyin çox önəmli bir yeri vardır. Çörək burada həm müqəddəs, həm də hörmət edilən bir qida növüdür. Çörək, duz çörək haqqı denilən bir anlayışımız var ki, bu bizdə dostluğu, sədaqəti simvolizə edir. Yəni bir insanın, bir toplumun həyatından hansısa bir çox vacib mövqedə olan qidanı çıxartmaq onun həm də mədəni irsinə təsir etmək deməkdir. Və eyni zamanda bu qidanı çıxartdığımızda yerinə nə qoyduğumuzu tam bilmədiyimizdə onların gündəlik rasionunda qarışıqlığa və çatışmazlığa, əksikliyə gətirib çıxarda bilər. Bu baxımdan biz özümüzə bu sualı verməliyik. Biz çörəyi çıxartdığımızda onun yerinə qida olaraq nə qoyuruq bəs? Necə əvəz edirik? Harvardın paylaşdığı sağlam boşqab modelində biz görə bilərik ki, boşqabın yarısı 50% meyvə və tərəvəzlərdən ibarətdir. Geri qalan 1/4 hissəsi zulallara aiddir, yəni faydalı zulalları istehlak etməyi tövsiyə edir. Geri qalan 1/4 hissəsi, son hissə isə tam taxıllara aid edilir, şamil edilir. Bəs tam taxıllar nədir deyə soruşsanız, tam taxıllar əslində çovdar, arpa, buğda unu deməkdir, buğda məhsulları deməkdir və tam taxıllar bizim gündəlik rasionumuzda olması bizi liflərlə təmin edir, bağırsaq mikrobiotumuza təsir edir. Çünki liflərin həm də prebiotik təsirindən bilirik, danışırıq artıq və bu təsir vasitəsilə mikrobiotanı dəstəkləyir. Eyni zamanda qan şəkərini regulə edir, həzm sistemimizi dəstəkləyir və bizim gündəlik enerji ehtiyacımızı qarşılayır. Bəs tam taxıl unları nədir? Yəni faydalı, xeyirli çörək deyə bəhs edilən tam taxıl çörəkləri nələrdir? Bu zaman taxılın özündən danışmaq lazımdır ki, taxıl məhsulunun dənəsində onun kəpək dediyimiz, qabıq dediyimiz hissəsi vardır. Bura onun həmin o prebiotik lif dediyimiz təsirə malik olan hissəsidir və B vitaminləri ilə, minerallarla, dəmir və maqneziumla zəngin olan qismidir. Daha sonra iç qismində onun ruşeym dediyimiz qismi var ki, bura canlı qism deyirik və burada E vitaminləri, faydalı yağlar, antioksidanla zəngin olan qismidir. Daha sonra ən daxildə isə endosperm dediyimiz qismi var ki, burada daha çox o nişastanın bulunduğu yerdir və karbonhidratla az miqdarda da zulalla zəngin olan qismidir.
Bu üçü bir araya gəldiyimizdə bizim taxılın, yəni buğdanın dərəsini əmələ gətirir. Tam taxıl unu dediyimizdə isə bütün bunların bir arada olduğu un. Yəni heç bir əlavə işləmə məruz buraxmadan bu dənəni olduğu kimi üyüdüb və bundan çörək hazırlamaq deməkdir. Bu tam taxıl məhsuludur. Nə zaman biz ağ çörək hazırlayırıq, emal olunmuş və ya rafinə olunmuş un istifadə edirik. Bu tam buğdanın dənəsinin kəpək qismini ayırıb ruşeym qismini ayırıb sadəcə endosperm dediyimiz o ağ un qismini saxladığımızda bu ağ çörəkdir və əslində sağlamlığa ziyan verilən dediyimiz qism bu qismdir. Çünki burada saf karbonhidrat qalır. Bu qan şəkərini çox sürətli şəkildə yüksəldir. Çünki bağırsaqlarımızdan çox sürətli bir şəkildə sovrulur bədənə və bizim o bayaq saydığımız vitamin və liflərdən arındırılmış olduğu üçün orada yenə o miqdarlardan biz fakir qalırıq, yəni onları əldə etmiş olmuruq. Bu baxımından biz deyirik ki, tam taxıl məhsulları əslində faydalı məhsullardır və onları istifadə edə bilərsiniz. Taxıl məhsulları bizim karbonhidrat dediyimiz qida qruplarına daxildir. Karbonhidratların isə bizim üçün nə əhəmiyyəti var desəniz, beyin və sinir sistemi təməl olaraq, enerji olaraq qlükozdan istifadə edir. Karbonhidratlar da bizim bədənimizə girdikdə, orqanizmimizdə həzm prosesində ən son maddə olaraq qlükoza çevrilir. Bu deməkdir ki, bizim əslində gündəlik tələbatımızın böyük bir qismini biz karbonhidratlardan əldə etməliyik. Yəni o enerjini onlardan əldə etməliyik. Bunu da sırf meyvə tərəvəzlərinə əldə etmək çətin olacağı üçün 1/4 qism taxılların istifadəsi ona görə vacibdir. Eksikliyi də bizim karbonhidrat əksikliyimiz deməkdir. Bəs karbonhidratlar əksik olarsa bədənimizə nə baş verər? Yəni biz enerjini qlükozdan deyil, başqa yollardan əldə edə bilərikmi deyə düşünsəniz, karbonhidrat əksikliyi bədəndə ilkin olaraq zulalların istifadəsi deməkdir. Yəni enerji olaraq biz zulalları parçalamağa başlayacağıq. Zulallar isə bizim əzələlərimiz deməkdir. Yəni uzun müddət çörəksiz qidalanan və çörəyin yerini düzgün doldurmayan insanlarda əzələ əksikliyi, əzələ atrofiyasına qədər gedib çıxmaq deməkdir. Yəni onların balanssız qidalanması onlara əslində zərər verəcəkdir deməkdir. Eyni zamanda balanslı karbonhidrat qəbulu yağların metabolizmasını dəstəkləyir. Yağların oksidləşməsini. Bu nə deməkdir? Yəni hüceyrə daxilində yağların enerjiyə çevrilməsi. Bu prosesi belə balanslı karbonhidrat qəbulu əslində bizim üçün tənzimləyir. Bu baxımdan karbonhidratları hər baxımdan düzgün tanımalı, balanslaşdırılmalı və günlük rasionumuzda istehlak etməliyik. Çox populyar olaraq eşitdiyimiz gluten həssaslığı və ya gluten qorxusu var insanlarda. Sadəcə glutenə görə tam taxıl məhsullarından vaz keçirlər. Biz nə zaman insanlardan gluteni və ya tam taxıl məhsulları kəsirik? Əgər onlarda sırf çölyak dediyimiz glutenə həssaslıq yaradan autoimmun xəstəlik olduğu zaman, hansı ki bu gluten karbonhidratlarda, yəni daha doğrusu tam taxıl məhsullarında arpa, buğda, çovdar kimi qidalarda olan bir kompleks zulaldır və bu zulal bağırsağın selikli qişasına birbaşa iltihabi bir təsir göstərir. Yəni bunu kəsmədiyimizdə ciddi bir sağlamlıq problemi ilə üz-üzədirlər. Həyatı risklə üz-üzədirlər əslində insanlar. Amma yenə bu hamı üçün keçərli deyildir. Məsələn, gluten həssaslığı olan insanlarda biz nəinki buğdanı kəsirik, hətta deyirik ki, buğdanın kəsildiyi mühitdə digər qidalar belə hazırlanmasın. Yəni eyni kəsim bıçaqları və ya kəsim taxtaları belə olmasın. Bu qədər həssas yanaşırıq bu insanlara. Amma sadəcə bağırsaqda şişkinlik yaradır. Yəni mən yoxlamışam və çörək yedikdən sonra şişkinliyim yaranır. Çörəyi kəsdikdən sonra bu şişkinlik keçir. Yəni mənim sadəcə glutenə qarşı həssaslığım var. Çölyakla bir əlaqəsi yoxdur. Buna non-çölyak sensitivity denilir. Yəni onunla əlaqəsi olmayan bir bağırsaq həssaslığı. Bu durumda da yenə o insanlar gluteni kəsdiklərində, çörəyi kəsdiklərində rahatlama hiss edirlər. Amma bu rahatlama hər zaman sırf glutenə bağlı deyildir. Çünki gluteni kəsmək nə deməkdir? Bir çox un məmulatlarını kəsmək. Yəni emal olunmuş, işlənmiş qidaları kəsmək deməkdir. Bu bərabərində bir çox bu qidaların bir çoxu əslində hansı industriyaya aiddir? Şirniyyat industriyasına, deyilmi? Biz həm də şəkəri kəsmiş oluruq.
həm də hara aiddir? Fast food industriyasına. Biz həm də çox yağlı, trans yağlı içərikli, lif və faydalı tərəvəzlərdən kasıb olan qidaları istehlak edirik, deyilmi? Onların da kəsilməyi deməkdir. Yəni bir insan mən qlütenə yox deyirəm və rahat hiss edirəm dediyində, o sadəcə qlütendən deyil, həm də bir çox yanaşı zərərli olan qidalardan vazgeçdiyi üçün ümumi bədəni bir rahatlıq hiss edir. Bu onun üçün bir çaşdırıcı faktor ola bilər. Dediyimiz kimi, əgər biz bu qədər karbohidratımızın, yəni 50% enerjimizin böyük bir qismini təşkil edən tam buğda məhsullarını həyatımızdan çıxarırıqsa, onları düzgün yerinə qoymağı öyrənməliyik və ya bunu səbəbsizcə etməməliyik. Bəs düzgün çörək hansıdır? Biz hansı çörəkləri istehlak etsək bizə zərər verməz deyə soruşsanız, burada mən deyərdim ki, industrial maya bizə daha çox pis təsir edir. Yəni biz evdə və ya kənardan aldığımız çörəklərdə də yenə düzgün mayalanmış, uzun müddətli fermentasiya olunmuş, buna acıtma mayalar, ekşi mayalar, turş mayalar və ya balatı mayalar kimi fərqli adlarla səslənir. Bu mayalardan istifadə edək. 12-48 saata qədər uzun fermentasiyalı çörəklər istehlak etsək, bu halda biz daha az zərər görmüş olarıq. Niyə? Uzun fermentasiyalarda həm faydalı bakteriyalar oradakı həzm prosesini sürətləndirir. Glütenin bir qismini hətta həmin o mayalama müddətində parçalayır. Bizim əlavə şişkinliyimiz, əlavə qazlarımız yaranmır və bu çörəkləri istehlak etmək bizim üçün daha rahat olur. Tam buğdanı bu şəkildə mayalayıb istehlak etdiyimizdə isə biz bütün o vitamin, mineral və prebiotik təsirlərindən də həm də əksik qalmamış olarıq.